Mehribanlıq böyük bir neymətdir. Allahın ən əzəmətli neymətlərindən biridir. Əgər bir cəmiyyətə, əgər bir topluya, əgər bir möminlərə Allah mehribançılıq bəxş edibsə, həqiqətən böyük bir neymətdir ki, bunun qədrini bilməlidir. Və bu neymət əlindən çıxmasın, şükür eləməlidir. Mehribançılıq əldən gedəndən sonra heç möminlərə düşmən lazım deyil. Möminlərin biri digəri ilə ünsiyyətində kobudluq olar, biri digərini incidərsə, mehribançılıq aradan gedərsə, daha heç bu möminlərə düşmən lazım deyil. Düşmən özümüzə. Və başa düşəsiz, bilməliyik ki, hamımız ki, mehribançılıqla insan, mehriban rəftar eləməklə insan yüksək dəyərləri qət eləyir, yüksək məqamlara çatır, yüksək zirvələri qət eləyir. Hətta Quran-ı Kərim bu mövzu haqqında bir ayə var. Allah bizim Peyğəmbərimizə buyurur: فَبِمَا رَحْمَةٍ مِنَ اللّٰهِ لِنْتَ لَهُمْ Peyğəmbər, sən bu möminlərlə, sən bu insanlarla mülayim rəftar elədin, sən gözəl davrandın. Bu Allahın sənə bir neyməti idi. Bunu mən sənə bəxş elədim. Sən belə davrandın. وَلَوْ كُنْتَ فَزَّنْ غَلِيزَ الْقَلْبِ لَنْفَدُّ مِنْ حَوْلِكَ Əgər sən kobud davransaydın, əgər kobud rəftar eləsəydin, onda sənin ətrafına heç kəs yığışmazdı. Sənin bu mehribançılığın, sənin mömin insanlarla gözəl rəftarın, insanların sənin yanına yığışmasına səbəb oldu. Möminlər biri digəri ilə mehriban olarlar. Möminin bir sözü digərinin boğazından keçər. İxlas az. Bu şəkildə olmalıdır möminlər. Biz bilək ki, bu mehribançılığa qiyamət günü o qədər ehtiyacımız olacaq bizim. Orada kaş deyəcək ki, kaş bir nəfərə məhəbbətlə baxaydı. Kaş bir nəfərlə gözəl davranaydı. Qiyamət ağır səhnələrdir. Qiyamət qəliz səhnələrdir. Peyğəmbərdən gəlib nəsiyyət istəyirlər. Peyğəmbər buyurdu, nəsiyyətim bu olsun sizə. İnsanlarla görüşəndə təbəssümlə görüşün. İnsan var görüşəndə o qədər hüzünlü görüşür insanlar. Daha heç bütün dərdlərin yadına düşür. Bütün dərdlər insanın yadına düşür. Amma hədislərdə var, əl-mü'minu bişruhu fi vəcihih və huznuhu fi qalbi. Möminin təbəssümü üzündə, hüznü qəlbində olar. Mömin hüznünü qəlbində yerləşdirər. Təbəssümü olar mömin. Bəzi insanlar var, elə bilir ki, hüzünlü gəzəndə da bu qiymətli insan olur. Biraz fasilə də yaradır ki, buna çox yaxın durmasınlar. 2-3 dənə yuxu görüb ola bilsin. Qəşəng yuxular görüb, mənəvi yuxular. Bir dəfə də dua edib, duası qəbul olur. 3-4 nəfər də gəlib deyib, ağa sən məni dua elə. Bu dua elə bilir ki, böyük adamdır. Fasilə qoyub, insanlar buna yaxınlaşa bilmir. Falan kəsə deyirlər, sən bir dənə ona dinən, onunla yaxınlaşım söhbət edir. Möminin üzündə təbəssüm olar. Möminlə görüşəndə üzündə təbəssümlə qarşıdakı insanı sevindirər, qəlbinə sevinc daxil olur. Biz bu şəkildə olmalıyıq. Bu cür nə tövsiyə ediblər bizə? Peyğəmbərimiz də çox mülayim idi. Çox mehriban idi valla. Peyğəmbərlik iddiası edirdi, yadıma düşdü ya. Deyirdi, mən Peyğəmbərəm. Dedilər, ona bir möcüzə göstər görək. Dedi, nə möcüzə göstərim? Dedi, görürsən ağacı? Dedi, hə. Dedi, ağaca dinən çıxsın oradan gəlsin sənə də. İndi bu möcüzə göstərim mən. Yaxınlaşdı, ağaca baxdı. Ağaca baxandan sonra dedi, ağac, çıx yerindən gəl mənə tərəf. Ağacın işi gücü qutarıb sənə tərəf gəlsin. Ağac çıxmadı. 1, 2, 3 gördü, vəziyyət başqa cürdür. Çıxış yolu tapmalıdır da vəziyyətdən çıxsan. Üzün tutdu cəmaata, dedi, cəmaat, siz bilirsiniz də Peyğəmbərlər çox təvazükardır. O gəlmir, mən gələrəm, eybi yoxdur, mən gedərəm ona yəni. Bu da yalancı Peyğəmbərin aqibətidir də. Möminlər ümumiyyətlə çalışsınlar, bir-biriləri ilə adətən ki, görüşürlər, söhbət edirlər, bir də görürsən, mübahisələr olur. Bu deyir, o deyir. O deyir, bu deyir. Heç biri təslim olmaq istəmir. Elə bilir ki, təslim olsa da bu kiçik oldu. Orada tapşırıblar, çalışın, eybi yoxdur. Siz böyüklük edin, sən sakit deyəm. Qoy danışsın. Sən ona dinən, inşallah mən baxaram, görüm sən deyən kimidir, yoxsa yox. Bu cür nə rəftar edir? Və hədislərdə var, Peyğəmbər özü buyurur, əgər kim bu cür nə rəftar eləsə, sussa, qarşı tərəfə susur. Hədisdir. Deyir, Allah ona 3 dənə cənnət verər. Biri adi cənnət, biri ədin cənnətidir.
biri də Rizvanullahdır ki, ora hamı getməz. Xüsusi insanlar gedir. Bunun susmasına görə Allah deyir, mən onu verirəm. Ki, susdu. Bir-biri ilə yola getməlidir. Mübahisə olmaz bu şəkildə. Ki, bu desin mən deyəndə, o desin mən deyəndə. Çox pisdir belə olarsa. Və mehribançılıqda da ümumiyyətlə çalışmalıyıq, fərq qoymamalıyıq heç kim. Fərq qoyulmamalıdır imkanlı ilə kasıb arasında. İnsan var imkanlı ilə görüşəndə o cür nə mehribandır. Amma bir dənə kasıbla görüşəndə, ya. İmkanlı ilə görüşəndə Əssəlamu aleykum və rəhmətullah və bərəkatuhu. Bir dənə də az qalıb coşanı kəbir doğusunun arxasıca. Amma kasıbla görəndə salam, salam. Biraz vaxtım yoxdur söhbət edir. Orada da mehriban, burada da mehriban olmalıdır. Fərq qoymamalıdır. Gələk, bütün insanlarla mehriban olaq, bütün möminlərlə mehriban olaq. Biri alimdir, yalnız alimlə mehriban olsun, adi insanla mehriban olmasın, belə olmaz. Bu, belə başa düşülməməlidir ki, bu biraz onun səviyyəsinin aşağı düşünə gedir, yox. İnsan ümumiyyətlə təvazusu ilə ucalır, təkəbbürlü ilə ucalır. Həzrəti Musa Peyğəmbərin hadisəsidir, deyir, Allah deyir, Həzrəti Musa'ya dedi ki, səndən dağda istəyirəm münacat edeyim. Bir neçə dənə dağ var idi orada. Həzrəti Musa indi üz tutmalıdır dağlardan birinə gedib orada münacat eləməlidir. Bir dənə balaca dağ var idi, Allah tapşırdı, get çıx o balaca dağın üstünə oradan münacat eləməndən. Musa Peyğəmbər də, ya Rəbbəl aləmin, niyə belə? Niyə o dağa deyirsən, kiçik dağ? Dedi, Musa, elə ki, mən sənə dedim ki, get dağların birində məni ilə münacat elə. O kiçik dağ öz-özünə danışdı. Dedi, Musa, mənim üstümə çıxıb Allahla münacat eləməz, mən dəyərsizəm, mən qiymətsizəm, mənim qiymətim yoxdur, mən kiçik bir dənə dağam. O ki, bunu dedi, özünü dəyərsiz gördü, özünü uca görmədi, sən ayağını qoy, ay Musa, çıx onun üstündə, onun üstündən məndən münacat elə. Təvazükar insanların qəlbinə Peyğəmbər nazil olaraq qəlbə. Təvazükar olsa gəl. Mehribançılıqda fərq qoyulmamalıdır. Biz çalışmalıyıq, hamı ilə mehriban olaq. Kin-kudurətlə yaşamaq olmaz. Mömin möminə qarşı kin-kudurətdə olmamalıdır. Hədislərdə var 1-ci və 4-cü günlər. 1-ci və 4-cü günlər səmaların qapıları hamısı açılır. Orada nə dua eləsən, Allahın rəhməti nazil olur. Amma deyib, bir qrup insan var, onlar məhrumdurlar o neymətlərdən. Onlar kimdir? Onlar o kəslərdir ki, o möminlərdir ki, digər möminlərin qarşı qəlblərində kim var? Düşmənçilik var. Onlar məhrumdurlar. Onlar o rəhmətdən, o xüsusi rəhmətdən məhrumdurlar. Və bizə tapşırıblar, gördünüz iki mömin bir-biri ilə ünsiyyəti körlanıb, gedin onların ünsiyyətini gözəlləşdirin. Amma bəzi insanlar əksinə, görür iki nəfər arası deyil, fürsət tapıb, gəlib. Mən sənə deyirdim, elə olmalıdır. Demişdilər sənə, gördün? Hədislərdə var, bir insan dura ayağa, gedə o iki müminin arasını düzəldə, yəni ünsiyyətlərin gözəlləşdirə, gedib qaydanaycan Allahın mələkləri bunlara salavat göndərər. Axırı da qəribədir hədisin. Buyurur, bilirsən nə savab verər Allah bunlara? O otiyə səvabul leylətil qədr. Qədr gecəsinin savabın həmən şəxs Allah verir. İnsan da var, gələrsən ondan üzr istəyərsən, mömin mömindən üzr istəyər, deyər, yox, halal eləmirəm, qaldı qiyamətə. İmam Sadiq ağa buyurur, İmam Sadiq əleyhissalam buyurur, belə eləməyin. İmam Sadiq əleyhissalam buyurur, bir mömin bir möminin qapısına gələ, ondan bağışlanmaq diləyə, deyə məni bağışla, o deyə bağışlamıram, ağanın dediyi sözü deyirəm sizə. Ağa buyurur, məl'unun, məl'unun, 2 dəfə. Allahın o insana lənəti olsun, lənəti olsun. Və möminlər biri digəri ilə gözəl ünsiyyət qurmaqla, bir-birlərinə mehriban davranmaqla Allah qatında sevilirlər. Allah yanında hörmətli olurlar. Bir şəxs var idi, gəldi İmam Sadiq əleyhissalamın yanına. Dedi, ağa, mənim bir müşkülüm var. Ağa dedi, nədir müşkülün? Dedi, ağa, mənim 1000 dirhəm borcum var. Əhvazda bir hakim var, o əhvazın hakiminə borcum var. O vergi istəyir, mən verə bilməmişəm. Ağa dedi, sən narahat olma. Mən bir məktub yazaram. Bir dənə məktub yazdım, məktubda belə yazmışdı ki, sən bu şəxsi sevindir ki, Allahı sevindirərsən belə desin. Məktubu verdi buna, bu məktubu götürdü, gəldi. Gələndən sonra deyir, çatdı əhvaza, çatdı o evin kənarına. Evin kənarına çatan kimi dedi, qapını döydü, xəbər göndərdi. Deyin ki, İmam Sadiq əleyhissalamın bir dənə elçisi gəlib sənin qapıya. O əhvazın hakimi deyir, ayaqqabı heç giymədi ayağına. Yanan çıxdı evdən gəldi.
Dedi, sənsən? Dedi, bəli. Deyir, tutdu bunun iki gözündən öpdü, bunu bağrına bastı, evə daxil elədi. Evə daxil edəndən sonra dedi, nədir sözü? Dedi, mən İmam Sadiq əleyhissalamın yanına gəlmişəm. Dedi, yaxşı, sənə bir söz deyim, dedi, sən mənə cavab ver. Dedi, nədir? Dedi, ağanın halı necədir? Dedim, yaxşıdır. Dedi, doğrudan deyirsən yaxşıdır. Dedim, vallah yaxşıdır. 3 dəfə mənə təkrar etdirdi. Ondan sonra dedim ki, nə məsələdir? Qayıtdı mənə, nə məsələdir? Dedim, ağa bir dənə məktub göndərib sənə. Deyir, məktubu aldı, hələ açmadı. Birinci qoydu gözlərinin üstünə. Ondan sonra gətirdi, qoydu alnın üstünə. Ondan sonra öpdü, ondan sonra açdı. Baxıb gördü ki, yazılı biçimdə ki, sən bu mömini şad elə. Üzün tutdu bu möminə. Dedi, sənin nə müşkülün var? Mən səni şad eləmək istəyirəm. Dedi, mənim 1000 dirhəm borcum var. O 1000 dirhəmi sildi. Ondan sonra baxdı buna, dedi, malımın yarısı sənin. Sən məndən razısan. Dedi, razıyam. Dedi, yox, deyəm, razı deyim. Nə qədər qulu varsa yarısını verdi ona. Dedi, bu yarısı da sənin, razısan. Ondan sonra nə qədər miniyi var idi, at, dəvə, onun da yarısını buna verdi. Dedi, səni şad elədim. Dedi, bəsdir, məni şad elədim. Bir dənə xalçanın üstündə əyləşmişdi, bu xalçı da sənin olsun. O İmam Sadiqin verir. İxlas.biz Götürdüm, gəldim deyir, qayıtdım deyir. Qayıtdım, gəldim İmam Sadiq əleyhissalamla görüşdüm, gördüm İmam Sadiq mənə baxıb. Dedim, ağa elə bir sevinirsən, sevindinsən, mənə belə eləyib bu. Dedi, ey vəllah, ləqəd sərrəni. And olsun Allaha, o məni sevindirdi. Və ləqəd sərrə əbai, mənim atalarımı da sevindirdi. Və ləqəd sərrə əmirəl müminin, Əli əleyhissalamı da sevindirdi. Və ləqəd sərrə rəsuləllah, Allahın peyğəmbərini də sevindirdi. Və ləqəd sərrəllah fi ərşih, Allahı da sevindirdi o şəxs. Niyə? Müminin qəlbinə sevinç daxil edir. Biz adətən qeyri-adi bir şeylərdə axtarırıq ki, Allah qatında hörmətimiz artsın. Bir dənə xüsusi bir zikir deyək, xüsusi bir zikir olsun, Subhanallah məsələn olmasın. Elə bir şey olsun ki, başqa bir şey, bunu mən deyim. O zikirlər hamısı öz yerində, mən onları inkar eləmirəm. Amma o sonraki mərhələdir, əvvəlki mərhələlər var. Biz biri digərimizdən mehriban olalım. İlkin mərhələlər bunlardır.